Mən yalan danışan valideyn olmamışam. Mən Şəmkirə gedirdim. Ayın 14-ü idi. 14 gün Şəmkirə gedirdim. Məni yolda saxladılar. Məndən pul tələb elədilər. Məndən prava istədilər. Pravanı verdim. Şəhidlik kınışkasını verdim. Mənə dedi ki, bunu ala qoy qırağa. Qoydum qırağa. Bu Şercan dedi ki, yaxşı, 50 manat ver get. Mən 50 manat attım cibimə. Cibimdə 120 manat pul var. 20 manatı verəndə dedi, yox. Bizdən yuxarıdan pul veririk. Niye bu yalanla bu şeyi paylaştırırlar? Deyir, Daxili İşlər Nazirliyinin mərpatı büyük məni yığmışdılar. Onu bir yarım saatlığına dayandır. Dedim başta, sənin cənab naziri özü qəbul eləyəcək. Dedim, yox. Mən bunu dayandıran kimi, onların sözünə baxdım, dayandıran kimi, bunlar durdu, üyə məni bu qaydada paylaşdılar. Ondan sonra dünənləri mənə pul təklif elədilər, TRT adamlarla. Mən pul adam deyiləm. Kur'an hakkım pul adam deyiləm. Mən də pul alsam, Bərdədə, bu boyda qeyrətdə olanlarımız var. Niye getdiyim Şəmkirə, sarı getdiyim yeri, Şəmkirə getdiyim səmiti, niye onu mənim maşını saxladıqları yerdə, mənim tokkamman yapışdıqları yerdə, qolumu burduqları yerdə, qıçamı burduqları yerdə, məni göynən apardıqlarını, göynən aparıb posta tulladıqlarını, niye onları bir açıqlamırlar? Və bu, əgər bu postun komandiri yaxşı komandirdirsə, o niye onu açıqlamırsınız? Və mən getdim, o çırıq koftayla Şəmkirə baş prokurorun qabağında dayandım. Dedilər, bugün 6-cı gündür baş prokuror işləmir. Mən qaydan başı maşını sürdüm ora, saxladım. Dedim ki, və məni görürsünüz, koftamı buradan dartdım qabağını. Dedim, görürsünüz, baba, görürsünüz. Mən bax, gözən bax. Mən bu vəziyyətdəyəm. Belim platindir. Mənim bax, qolumu dartdılar, onlar cırdılar. Buradan dartanda qol hissə cırıldı. Qabağını da özüm belə çəkdim, baba belə. Dedim, görürsünüz, bu damar yox deyə ölürəm. Niyə o kameranı açılmır? Niyə mən Şəmkirə getdiyim yerdə, oradan düşdüm? Orada onu niyə gətirib ekran eləyirlər? Mən Şəmkirdən gələndə gətirib ortada polisləri qoyurlar ora. Mən düzdür, ona mən belə elədim. Dedim, bəs məni gör, bu damarla nə günə qoymusunuz? Mənim belimi şariki dəvərib. Mən niyə bu günə qoymusunuz? Amma məni belə şeirimi açam, o qaylar olubdu. Mənim qıçamman tutuq, qolumman tutuq, buradan yapışan, dartıb qoparan o qaylar olub. Ona görə mən belə yarımka geyinmişdim belə. Buradan dartanda şeir olmandım belə. Aman qabağın, mən dedim, ayam, bunu cırdınız, yaxşı elədiniz, görürsünüz bu damarı.